Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Mən İsmail İbrahimov. Bu videoda sizə iqlim diaqramının təhlil edilməsini sadə, asan şəkildə izah etməyə çalışacağım. İqlim diaqramını təhlil edərkən iki əsas aya diqqət edirik. Bir iyul ayı, bir də yanvar ayı. Çünki bu aylar biri ən isti, digəri isə ən soyuq aydır. İyul ayının orta temperaturuna baxırıq. Neçə dərəcə? 15 dərəcə qeyd edək. 15 dərəcə Selsiya. Yanvar ayının orta temperaturu isə neçə dərəcədir? 5 dərəcə Selsiyadır. Hansı ayın temperaturu çoxdursa, o ayın qarşısından yay fəsli, az olan temperaturu az olan ayın qarşısına isə qış fəsli yazacaq. Yəni burada iyul olacaq yay, yanvar olacaq qış. Deməli, şimal yarımkürəsidir. Ən isti ay iyul ayıdır. Orta temperaturu 15 dərəcə. Ən soyuq ay yanvar ayıdır. Orta temperatur 5 dərəcə. Bilirik ki, şimal yarımkürəsində ən isti ay iyul, ən soyuq ay isə yanvar ayıdır. İndi 15 dərəcə, iyulun orta temperaturunun 15 dərəcə olması yayın mülayim isti olması deməkdir. Yayı mülayim isti. Yanvar ayının orta temperaturunun, yəni qış temperaturunun müsbət 5 dərəcə olması qışın yumşaq olması deməkdir. Qış olur necə? Yumşaq. Yayı mülayim isti, qışı isə necədir? Yumşaqdır. Bu temperaturun illik gedişidir. İndi rütubətin illik gedişinə baxırıq. Rütubət baxırıq ki, aylar üzrə bir-birinə təqribən yaxındır. Orta illik miqdarı 931 mm. Yəni 1000 mm-ə qədər yağıntı düşür və il ərzində təqribən bərabər paylanır. Yəni il boyu rütubətlidir. Yəni yay da rütubətlidir, qışı da rütubətlidir. Yəni il boyu rütubətlidir. Yay mülayim isti, qışı yumşaq, il boyu rütubətli və ən isti ayda 15 dərəcədirsə, bilirik ki, ən isti ayı 15-20 dərəcə arasında dəyişən iqlim mülayim iqlimdir. Mülayim və il boyu rütubətli, qışın yumşaq olduğu tipi isə hansı tipdir? Dəniz tipidir. Yəni, bu iqlim diaqramı mülayim dəniz iqlim tipinin iqlim diaqramıdır. Bu təhlilə əsasən bu iqlim diaqramını təhlil edərsiniz və cavablarınızı rəylər bölümündə yazarsınız. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.